pasiyentlə bu haqda, ağırlaşmalar haqqında daha çox danışmaqdan başlayır. Yəni, mən öz praktikamda həmişə bunu belə edirəm. Həmişə də pasiyentlərimdən də bəlkə bizə qulaq asanlar olacaqdır. Həmişə pasiyentlərimə deyirəm, yəni, əməliyyatdan öncə həddindən artıq çox danışmaq lazım. Əməliyyatdan sonra danışmağa o qədər ehtiyac qalmır. Çünki aparılan düzgün əməliyyat və xoşa gələn nəticədən sonra adətən pasiyentlə həkimin arasında ancaq pozitiv sağollaşma, dostlaşma və pozitiv bir ayrılıq sonucu var. Həkimlik həm vicdanla, həm elmlə, həm də insanla işləyən bir peşədir. Amma təəssüf ki, bəzən cəmiyyət uğursuz bir nəticəni yanılmaq yox, bağışlanmaz səhv kimi qəbul eləyir. Halbuki həkimlər də insandır, təzyiq və stres altında fəaliyyət göstərirlər. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır. Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur. Məsələn, X klinikasında baş vermiş bir hadisə tanınmış və hörmətli bir mütəxəssisin adı ilə əlaqələndirilir və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Bu kifayət qədər aktual mövzudur. Həqiqətən kifayət qədər aktual mövzudur. Hər hansı bir orqan sistemində aparılan əməliyyatlardan sonra dünyada da ortaq bir statistika var. Yəni, ağırlaşma ehtimalı, ağırlaşma şansı olan əməliyyatlar və xəstəliklər var. Bu ehtimalların olması öncədən pasiyentlə mütləq bölüşdürülməlidir. Yəni, pasiyent getdiyi əməliyyatda hansı ehtimalla nəyin mənfi tərəfə baş verdiyini də bilməlidir. Və bu yönümdə pasiyentin suallarına sona qədər dinləyib, qulaq asıb və doğru məlumatlarla tamamilə məlumatlandırılmalıdır. Olan hallarda məsələ müxtəlif istiqamətdə dəyişə bilər. Yəni, əsasən iki istiqamətdə. Yəni, hər iki tərəf, həkim və pasiyent bunu anlaqlı formada qəbul edə bilər və yarana biləcək ağırlaşmanı hər iki tərəfin birlikdə bir nöqtəyə gəlib ağırlı formada həll etməyi mümkün olacaq. Bu zaman cəmiyyətdə və ətraf mühitdə heç bir narahatçılıq yaranmayacaqdır və problemin həllinə nail olacaqlar. İkinci bir istiqamətdə ola bilər. Yəni, həkim bunu başa düşən halda, yəni pasiyent tərəfindən bu olmamalıdır kimi qəbul olunmalı, müzakirələrə çıxarılmalı. Bu da normaldır. Yəni, bunu da həll edə bilən növbəti mərhələlər var. Digər həkimlərin konsiliumu, qərarı, bu problemlə necə çıxmağın yolları və s. və s. Bu biraz nisbi məsələdir, mən deyərdim. Bu biraz nisbi məsələdir. Bu biraz nisbi məsələdir. Məncə bunun tənzimlənməyi, əməliyyatdan sonraki ağırlaşmaların necə qələmə verilməyi və bunun necə aradan qaldırılmağı, mənə görə bunun tənzimlənməyi əməliyyatdan öncə pasiyentin bu əməliyyata hazırlığı zamanı lazımi səviyyədə, hətta mən deyərdim, daha çox məlumatlandırılmağından başlayır və pasiyentlə bu haqda, ağırlaşmalar haqqında daha çox danışmaqdan başlayır. Yəni, mən öz praktikamda həmişə bunu belə edirəm. Həmişə də pasiyentlərimdən də bəlkə bizə qulaq asanlar olacaqdır. Həmişə pasiyentlərimə deyirəm, yəni, əməliyyatdan öncə həddindən artıq çox danışmaq lazım. Əməliyyatdan sonra danışmağa o qədər ehtiyac qalmır. Çünki aparılan düzgün əməliyyat və xoşa gələn nəticədən sonra adətən pasiyentlə həkimin arasında ancaq pozitiv sağollaşma, dostlaşma və pozitiv bir ayrılıq sonucu var. Amma problem yaranarsa məsələ artıq başqa tərəfə yönlənir. Mənə görə bu məsələnin həlli əməliyyatdan öncə əməliyyata gedən insanın mənfi ola biləcək ağırlaşmalarla çox ətraflı məlumatlandırılmandan başlayır. Yəni, bütün insanların daxilində bir tərəzi vardır, yəni. Tərəzisi olan insan bununla qarşılaşan zaman mən bunu bilirdim siqnalı dərhal onun beynində yaradılacaqdır və bu bilə-bilə artıq bu problemin necə həll olmağını da sən artıq pasiyentlə öncədən danışıb bunun da yollarını izah etmisənsə, mənə görə o zaman bir sıxıntı yaranmayacaqdır. Bu ağırlaşmalar tibbi baxımdan gözlənilə bilən ağırlaşmalar var. Bir də həkim səhvləri də mümkün. Yəni, bu istisna olunmur. Həkim səhvləri olan zaman, əməliyyat yetərsizliyi olan zaman mütləq şəkildə
bu olduğu kimi etiraf olunmalı və bunun həllinə həkim və tibb personalı tərəfindən uğurlu həllinə yönümlü addımlar aparılmalıdır. Və həkimi öz müalicəsində uğurlu edən, necə ki onun qəlbi, ürəyi fəlsəfəsidirsə, onun bu daxili imkanlarını, onun bu ehtimallarını artıran da eyni zamanda onun pasiyentləri, cəmiyyətin bunu ona hiss etdirməyi və cəmiyyətin dəstəyidir. Yəni, pasiyentləri, insanların dəstəyi, xoş sözləri, onların gülər üzü həkimin ən güclü silahlarından biridir. Həkimin ən motivə olduğu nöqtələrindən biridir. Bəli. Bu məsələ ən diqqətdə qalan bir məsələlərdən biridir. Yəni, bunun həlli həm həkim, həm pasiyentə bağlıdır.